Buyurun. Mənə elə gəlir bu kontinental metal puldur. 1776-cı ilin sikkəsi. Antiqə şeydir. Bunun barədə məlumatınız var? Onlayn axtarışa vermişdim. Həqiqidirsə dəyəri 10.000 dollara qədər ola bilər. 10.000 dollara qədər yox. Yaxşı. Əslində yarım milyon dollara qədər. Ciddi deyirsiniz? Bu Amerikanın ən çox axtarılan sikkələrindən sayılır. Bu sikkəni əslində qalsa evdən tapmışam. Özüm tarix müəllimiyəm. Ona görə tarixi bir əşya görən kimi o dəqiqə marağımı çəkir. Bu gün sikkəni ona görə satmaq istəyirəm ki, mən özüm sikkə kolleksiyası deyiləm. Mənə pul lazımdır. Bunu hardan tapmısınız? Özüm təzə ev almışdım. Satanla elə danışmışdıq ki, içindəki əşyalarla bir yerdə satırdı. Bu evdən çıxanlardan biridir. Çox gözəl. Bu demək olar ki, bizim elə ilk sikkəmizdir. 1776-cı ildə biz İngiltərədən müstəqilliyimizi bəyan etdik. Müstəqil dövləti müəyyənləşdirən müəyyən atributlar olur. Onlardan biri də elə ölkənin öz pulunu buraxmasıdır. Onlar bu sikkəni gizli şəkildə zərb etmişdilər. Çünki Britaniya müstəmləkəçiliyi dövründə mərkəzi hökumətdən icazəsiz sikkəyə zərb etmək saxtakarlıq sayılırdı. Onun üstündə adamlar edam edilirdi. Gör o, dərixana. Bu sikkə qismən Benjamin Franklin tərəfindən dizayn olunub. Nəzər salsaz, elə Franklin üslubunda elementlər görəcəksiniz sonda. Məsələn, ön hissəsində öz işinlə məşğul ol şüar yazılıb. Onun sevimli ifadələrindən idi. Arxa hissəsində isə mərkəzdə biz birik şüar yazılıb. Bu sikkələr yaxşı vəziyyətdə olanda en qədər pul qazandırır. Söhbət çox böyük pullardan gedir. Amma əvvəl həqiqi olduğuna əmin olmalıyam. Bunu kiməsə yoxlatdırmısınız? Xeyr. Yaxşı. Sizin 10.000-ə satıldığını dediyiniz olanları üzərindən elə bir yük maşını keçib. Yəni vəziyyəti yaxşı olanda dəyəri fantastik dərəcədə artır. Bu isə çox inanılmaz bir vəziyyətdədir ki, məncə biraz şübhə doğurur. Kontinental sikkələr bəlkə də ən çox saxtalaşdırılan ABŞ sikkələrindəndir. Çünki bu insanların ən çox əldə etməyə can atdığı sikkələrdən hesab olunur. Bu metal pul inanılmaz yaxşı vəziyyətdədir. İş ondadır ki, satışa çıxarılanlar dövriyyədə olmayıb. Onun həqiqi olub olmadığını deməyin bir sadə yolu var. Bu qalay ərintisindən hazırlanıb. O çox yüngül çəkili metaldır. Ona görə əvvəl çəkisini yoxlamaq düzgün olardı. Yaxşı. Burada tərəzim var. Lap yaxşı. Axırı xeyirli olsun. Həqiqilərinin çəkisi 15-18 qram aralığındadır. Hazırsınız? Məncə 27,4 qram. Bu onun gözəl bir replikasıdır. Həqiqi deyil. Amma yenə də çox sağ olun. siz sağ olun. Əziyyət verdim. Dilxor oldum. O cür ümidlənmişdim. Sikkəni özümdə saxlayacağam. Keyfiyyətli bir saxta olduğundan onu şagirdlərimə əyani vəsait kimi göstərəcəm. Görsünlər kontinental sikkə necə olur.